Həftəlik bürcülər od ünsürləri, qot, şir, oxatan bürcülərini 26 yanvardan 2 fevrala doğru nələr gözləyir? Əslində baxanda ümumi od ünsürlərinə baxanda bu həftə fevrala keçid eləyir sizi. Fevral ayda sizin üçün uğurlu və pozitiv bir həftə olduğu üçün gözəl bir həftə olacaq. Amma qoçlardan başlayaq. Qoçlar bu həftə ən böyük qərarsızlığınız istəklərinizə görə hər şeyin yolunda getməməyi. Yəni bilirsiniz necə olacaqsınız? Normadan artıq mən istəyirəm, mən tələb edirəm. O qədər egoistliğiniz, o qədər təkəbbürünüz, özgüvəniniz o qədər çox olacaq ki, istəkləriniz üzərindən bəzi şeylər əldə etmədiyiniz üçün öfkəviz, stresiniz, narazıçılığınız, bilirsiniz necə? Sanki bu həftə qoçlar bir oyun oynayacaqsınız. Bunu da istəyirəm, onu da istəyirəm. Bu həm şəxsiyyət aiddir, həm də pul maddiyyatınıza aiddir ki, sanki hər şeyi daha çox istəməyə, hər şeyi daha çox çabalamağa çalışacaqsınız. Amma bu doğru bir qərar deyil. Çünki biz istiqamətdə bir nöqtədə dayanmalısınız. Maddisalla bağlı narazıçılığınız, iş pul maddiyyatla bağlı narazıçılığınız bu həftə daha çox artacaq. Mən qane eləmir içinə pul olaraq, maddiyyat olaraq özümü düzəltmək istəyirəm. Mən idarə edici olmaq istəyirəm. Mən hökmran olmaq istəyirəm. Başqa insanların fikir düşüncələri məni qane eləmir kimi yanaşmalarınız olacaq ki, sizi bir balaca yarımçıqlıqda saxlayacaq. Ümumi dəyərləndirsək, qoçlar belə deyim də sizə qoçlar pis həftə deyil, çünki gücünüzü göstərməyə çalışmaq, yəni enerjinizin aktivliyini göstərir. Sevgi şəxsiyyət baxımından dominantlığınız qadın kişi olaraq qoçlar bir balaca üstün səviyyəyə çıxmağınız bəzi nüanslarınızda parçalanma, şəxsiyyətdə parçalanmalara səbəb ola bilər. Qoç qadınları hamiləlik, qadın problemlərinə əlaqədar nə narahatçılıqlar varsa bu həftə onları həll edə bilərsiniz. Uğurlu bir vəziyyətdəsiniz. Sağlamlıqla əlaqədar narahat olucu vəziyyət qırağın müdaxiləsi, yəni bu infeksiya sistemində olan narahatçılıqlardır və də qida ilə əlaqədar qəbul etdiyiniz bir mədəvizə, bədənimizə olan problemlərin bədənimiz üzərində etkisiniz yaxşı normada olduğunu görməyəcəksiniz. Ümumi dəyərləndirsək, qoçlar 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Şirlərə gələndə isə şirlər bu həftə çox emosionalsınız. Yəni şir deyilsiniz, o qədər həssassınız. Hamının dərdinə yanmağa bu sizə xas deyil. Hamının dərdinə yanmağa çalışacaqsınız, hamıya kömək etməyə çalışacaqsınız, hər şeyi yola verməyə çalışacaqsınız, pozitiv yanaşacaqsınız, eybi yox, sabit olsun, hər şey ətrafında uğurlu olsun. Amma və lakin bu həftə o qədər çox ədalətli olacaqsınız ki, ədalətli ola ətrafınızdan ən azı 2 insanın çıxışını, 2 insanın uzaqlaşmasını gücləndirəcəksiniz. Ailəvinizlə əlaqədar iç-içə olacaqsınız, yeni bir xəbərlər əldə edəcəksiniz, yeni bir tanışlıqlarınız olacaq, yalnız şirlər varsa və bu həftə evren tam özgüvənli şəkildə özünü bildirəcək ki, mən sənə enerji olaraq kömək edirəm, motivasiya olaraq aktivləşdirirəm, özünü, gücünü, şansını aktivləşdirir. Məncə bu həftənin ən uğurlarından biri şirlər siz olacaqsınız və çünki həm emosionalsınız, həm stabili qurmağa çalışırsınız, həm bu həftə xeyriyyətçi formada dayanmışsınız şirlər. Bu məni də çox sevindirdi. Şans da sizin yanınızda olacaq. Əsas odur ki, balansınızı düzgün formada saxlamağı bacaracaqsınız. Ümumi həftəni dəyərləndirsək, 88, 89, 91%-ə qədər həftənizi uğurlu edə bilərsiniz şirlər. Çünki evren sizi o qədər qoruyacaq. Düşəcəksiniz, qaldıracaq və sabitliyinizi qurmağa çalışacaq şirlər. Uğurlu bir həftədir. Sağlamlıqla əlaqədar sadəcə məni narahat edən boğaz sisteminizdə zob ola bilər, frangit ola bilər, nəfəs yolumuzda narahatçılıqlar ola bilər, şirlər zərərli maddələrdən ola bilər, istifadə edirsiniz, boğaz, nəfəs sistemimizdə qida borumuza qədər narahatçılıqlarımızın olduğunu hiss edəcəksiniz. Oxatanlara gələndə oxatanlar gözəl həftədir, zəif həftə deyil, amma bir şey var ki, stres və səbiyyət, səbirsizliyi sizin əlinizdə olan hər bir şansı zəiflədə bilər. Ən çox da oxatan qadınları qısqanclıq, müqayisə o qədər çox ola bilər ki, əlinizdə olanları da itirə bilərsiniz. Günəş, şans, enerji sizi bu həftə belə deyim də bir alanda, bir üçbucağa alınmış bir vəziyyətdə olacaq. Maddiyyatın gəliş gedişi sizi düzdür o qədər çox qane etməsə, şəxsiyyətlə əlaqədar, ailə ilə əlaqədar balansınızı düzəltməyə bacaracaqsınız və o içinizdəki qısqanclığı, səbirsizliyi, mühakimə etməyi, biraz ağıl verməyi yığışdırması. Çünki məncə kimsə ağlına bu dəqiqə ehtiyac yoxdur, qəbul edici formada da deyil hal-hazırda. Pis həftə deyil, bəli, uğurlu həftədir. Övladlarınıza daha çox vaxt ayırmalısınız. Vasitəçilik, sosiallığınızı oxatanlar daha çox aktivləşdirə bilərsiniz. Ola bilər, oxatanlarda vəzifə, ola bilər, oxatanlarda tərif və yaxud da nəsə xoşa gələn ciddi bir şəkildə öyrə çəkilmələriniz olsun. Çünki şans pul baxımından yeni bir alanda olmağı bacaracaqsınız. Baxaq, nə gözləyir sizi. Bir dənə pul maddiyyatın israfını çoxaltmasanız həftəniz uğurlu bir formada gücləndirə bilərsiniz. Bəli, sinirsel problemlərimiz var, mədə-bağırsaq problemlərimiz var, diz qapaqlarımızda və oynaqlarımızda nəsə narahatçılıqlar var, onları düzəltməlisiniz. Onları bədən olaraq aktivləşdirməyə oxatanlar bacarmazsınız. Ümumi həftəni dəyərləndirsək, 78-79%-ə qədər oxatanlar həftəniz uğurlu edə bilərsiniz. Yəni, negativ həftə deyil əslində, pozitivdir.